Salam, hörmətli izləyicilər. İstər əmlak nümayəndəsi olsun, istər digər nümayəndələr olsun, vətəndaşlar məhkəməyə müraciət etdiyi zaman bəzi yanlışlığa yol verir və nəticələrə 100% haqlı olduğu zaman işi uduzurlar. Əgər bilməzsiniz ki, hansı yanlışlıqları onlara yol verməyəsiniz, video sonuna qədər baxımdan hüquqşünas Seyidzadə bu məsələyə aydınlıq gətirəcəm. Və sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsi xəbər olsun ki, yanlışlığa yol verməsinlər, 100% iş olan xeyrinə olduğu zaman işi utsunlar. Və beğeni keçən mövzuya hörmətli izləyicilər. Deməli, birinci yanlışlıq. Müddəti buraxmayın. Və məsəl üçün, əmək mübahisəsində müddət 1 aydır. İşdən çıxardığınız gündən 1 ay ərzində məhkəmə şikayət edə bilərsiniz. Alqı-satqı müqavilənin verilmə müddəti 3 ildir. Nəzərə alın, hörmətli izləyicilər. Eyni zamanda boşandığınız gündən əmək mübahisəsini açmaq 3 ildir. Onun müddəti 3 ildir, hörmətli izləyicilər. Nəzərə alın. Digər yanlışlıq ondan ibarətdir ki, əmək mübahisəsini məhkəmədə baxıldığı zaman üzərinə həbs qoymursunuz. Həbs qoyulmalıdır, mütləq qaydada. Hörmətli izləyicilər. Burada nəzərə alın. Qeyd edin ki, əmlakın üzərinə həbs qoyulması sizi iddianı verdiyi zaman da qoya bilərsiniz, ondan qabaq da qoya bilərsiniz. Hətta mediasiya prosesinə müraciət etdiyiniz zaman da üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edə bilərsiniz. Hörmətli izləyicilər. Digər məsələ ondan ibarətdir ki, bunu həm hüquqşünas kimi deyəm, həm əlilliyi olan şəxs kimi deyəm, əlil arabasında olan şəxs kimi deyəm, öz təcrübəmə əsasən. Əlilliyi olan şəxslərin müəyyən gücəş və imtiyazları yaşayış hüququyla bağlı. Ondan da istifadə edin. Digər yanlışlıq ondan ibarətdir ki, hörmətli izləyicilər, məhkəməyə gedən kimi suallara cavab verirsiniz. Vermiyor. Müddət götürün, tarixə salın, deyin ki, işlə tanış olmayam. Mütləq qaydada. Hörmətli izləyicilər, nəzərə alın. Məhkəmə sizə vaxt vermək borcludur. Onsuz da ilkin məhkəmə zamanı tanışlıqdır. Tanışlıq zamanı deyin ki, mən işlə tanışdırıram, mütləq mənə vaxt verin, tanış olun, ondan sonra fikir bildirin. Gələn kimi fikir bildirməyin. Bundan əlavə məhkəmədən soruşun ki, qarşı tərəf hansı səhvlər verib. Həmin səhvlərin kopyasını götürün, sürətini götürün. Hörmətli izləyicilər, mütləq qaydada. Və onu da qeyd edin ki, hörmətli izləyicilər, siz əvvəl hazırlaşın, ondan sonra çıxış edin, özünüzü müdafiə etməsi üçün. Mütləq qaydada, hörmətli izləyicilər. Və belə bir şey deyində, siz əvvəldən mənzilin üzərinə, əmlakın üzərinə həbs qoyursunuz, mediasiya prosesində udarsınız. Ümumiyyətlə, mən düşünürəm ki, insanların məhkəməyə müraciət etməyi biraz düzgün deyil, yəni nə mənada. Onsuz da bu mediasiyada həll edə bilərsiniz. Sadəcə, belə deyək də, ilkin olaraq tərəflə danışığı düzgün aparmaq lazımdır. Tərəflə danışıq niyə apara bilmir? Hər iki tərəfin vəkillərinin nümayəndələri deyir ki, 100% sənin xeyrinə, 100% udacaqsa, o yanlış fikirdir. Hörmətli izləyicilər, nəzərə alın. Siz təsəvvürünüzə gətirin ki, oturub qarşı tərəflə mediasiyada razı gəlməsəni həll edə bilərsiniz, amma məhkəməyə getməklə işiniz 50%, yəni ki, şübhə altına alırsınız. Niyə? Ona görə ki, işdə belə qarşı tərəf var, qarşı tərəfin vəkili var, hakim var. Bilim hakim nə qərar çıxardacaq, nəzərə alın, hörmətli izləyicilər. Amma mediasiyada özünüz 100% bilirsiniz ki, qarşı tərəflə razılığa gələ bilərsiniz, amma düzgün danışıq aparmaq lazımdır. Mütləq qaydada. Onu da qeyd edin ki, hörmətli izləyicilər, mediatorun səlahiyyəti yoxdur ki, sizin gözünüzə belə deyək də, qarşı tərəf hansısa təklifi etsin. Yəni, siz deyirsiniz ki, falan təklifi et, o da edir. Siz deməsiniz, edə bilməz. Yəni, siz bilməzsiniz ki, qarşı tərəfi, belə deyək də, sözün yaxşı mənasında nə ilə danışığa cəlb etmək olar. Onu siz deməlisiniz ki, məsələn, boşanıramsa, ev istəməyəm və yaxud da ev istəyirəmsə, maşını istəməyəcəyəm və yaxud nəsə. 100% siz düşünməyin ki, hər şey mənim belə bir anlayış yoxdur. Nədəsə qarşı tərəfi gücəşdə getmək lazımdır, nədəsə getməmək lazımdır. Qeyd edin ki, mən özümdə mediator işləmişəm, indi də hüquqşünasam, sizin bu danışıqları aparmaqla kömək edə bilərəm, məsləhət verə bilərəm ki, necə danışıq aparın və ya nümayəndə kimi sizi təsdiq edə bilərəm. Hörmətli izləyicilər. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi, eyni zamanda əgər
hüquq məsələsinin verilməsi 10 manatdır. Bunu əlavə ərizələrə yazıb, e-mail, WhatsApp ünvanına göndərirəm. Hörmətli izləyicilər. Eyni zamanda əyani qaydaları yazıram. Nəzərə alın ki, hörmətli izləyicilər, yəni ki, indiki zamanda insanlar öz hüquqlarını bilərsə, müəyyən problemlərdən uzaq ola bilər. Hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin, paylaşın. Orada qeyd edin ki, mənə müraciət etmək üçün qabaq, mənim fəaliyyətim haqqında tanış olmaq istəyirsinizsə, mənim şotla birlikdə 1600-dən yuxarı videolarım var. Tanış olun, görün nəyin barəsində necə danışıram. Ondan sonra fikirlərinizi bildirin, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Yəni, kimin nəsi var da olsa, WhatsApp səsinə göndərsin, hörmətli izləyicilər. Bir görsə başqa yerdə olan cavab verə bilməm. Və bir məlumatın nəzərdə çatdırmaq istəyirəm, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadəyəm. Gələn həftədən artıq yer açıram. Həmin yerdə güzəştli hüquqi yardım göstərəcəyəm. Eyni zamanda özüm əylər arabasında olduğuma görə əl dostlarımın əyişində həmin yerdə satacağım. Bizə işçi tələb olunan kompüter bilməlidir, insanlarla ünsiyyət qaydasını bilməlidir, müəyyən mətnləri səsləndirmə qabiliyyəti olmalıdır. Əgər kimsə istəsə əlaqə saxibə, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun, abunə olmağı unutmayın. Sağ olun.